Cəmi 15 dəqiqədə az ərzaqla hazırlaya biləcəyiniz ən ləzzətli kurabiyenin reseptini bölüşürəm sizlərlə. Xəmir üçün qaba 2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket şəkərli vanilin və 1 paket qabartma tozu, yarım stəkan duru yağı da əlavə edib çırpıcı vasitəsilə ağarana qədər qarışdırırıq. Son olaraq üzərinə 3 stəkan unu da əlavə edib yumşaq, biraz ələ yapışan xəmir yoğururuq. Alınan xəmiri videoda göründüyü halda 2 hissəyə ayırıb qalan hissəsinə 2 xörək qaşığı kakao və 1 xörək qaşığı süd əlavə edib qarışdırırıq. Videoda göründüyü halda yumru toplar edərək əlimizlə forma veririk. Kurabiyələrə forma verənə qədər gəlin sizlərlə bir xoş xəbəri də bölüşüm. Uzun zamandır mənə onlayn iş təklifləri gəlirdi, amma nə yalan deyim, inanmadığım üçün bu təklifləri dəyərləndirmədim. Ətrafımda olan xanımların qrupa qoşularaq qazanc əldə etdiyini gördükdən sonra bu təklifi mən də dəyərləndirmək istədim. Öz komandamı yaratdım və qısa müddətdə gəlir əldə etməyə başladım. Əziz xanımlar, sizləri də öz qrupuma dəvət edirəm. Evdən çıxmadan siz də öz gəlirinizi əldə etmək istəyirsinizsə mütləq qrupa qoşulmaq üçün tələsin. Mən də sizə öz dəstəyimi göstərəcəm və qrupa qoşulduğunuz ilk aydan artıq gəlirinizi əldə etmiş olacaqsınız. Onu da qeyd edim ki, qrupa qoşulan ilk 5 xanımı qısa müddətdə direktor dərəcəsinə qaldıracağam. Qrupa qoşulmaq üçün açıqlama hissəsində qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Hazırladığımız kurabiyələri əvvəlcədən isidilmiş 180 dərəcəli sobada təxminən 15 dəqiqə bişirib ləzzətlə nuş edə bilərsiniz. Hazırlayan hər kəsə indidən nuş olsun.